Salam değerli vətənlər, siz siyasi media kanalına baxsınız. Siyasi bloger Elnur Əliyev. Bir daha zəhmət olsa videoya baxın. İdarə etməyə bacarmır. Siyasəti qara günlüdür. Bu uşaqlar nə iş bu uşaqları saxlamaq üçün nə iş tapa bilirik, nə bir köməklik tapa bilirik. Uşaqlar toxunmasın. Gördüğünüz gibi. Anasından ayrıldı. Çek o tarafa. Şaka fırakın. Videoya baxdınız. Görün Azərbaycan hakimiyyəti nə qədər quduzlaşıb, nə qədər harınlayıb, nə qədər şişibsə, bu alçaq rejim şərəfsiz İlham Əliyevin tulaları, şərəfsiz Vilayət Eyvazovun küçükləri, evindən bir xəbərləri, hətta uşaqları əl atıblar, Azərbaycanda uşaqları həbs edirlər. Sizin boyunuzu yerə soxum mən. Sizin əqidəvizə itəliyim mən. Sizdə qeyrət, namus, vicdan deyiləsi bir şey yoxdur Əliyev hakimiyyəti. Siz gör nə qədər alçaq insansınız ki, görün nə qədər alçaqsınız ki, vicdansızsınız ki, bir uşağı həbs edirsiniz, aparırsınız, uşaqlarda travma yaradırsınız. Baxın, mən Avropa Birliyinə səslənirəm, Avropaya. Baxın, belə hakimiyyəti həqiqətən də susturan bir, nə bilim, kimsə yoxmu? Bir uşağa eləsinə təzyiqlər göstərib, travma yaşadan bir hakimiyyət niyə öz hökmranlığını sürməlidir? Hə? Mən hər kəsdən çox xahiş edirəm. Hər bir kəsdən çox xahiş edirəm. Ey mənim gözəl xalqım, ayılın. Mazaxist olmayın. İşgəncələrdən kayf tutmayın. Çıxın, haqlarınızı tələb eləyin. Baxın videoya, baxın, görün. Bir ananın qucağından uşağını alıb necə travma yaşadırlar. Vallahi bu biabırçılıqdır. Bilirəm Azərbaycanda söz azadlığı yoxdur. İlham Əliyev bilirəm uşaq pulu vermirsən. Ona görə sənə Azərbaycan xalqının övladları